Değerli izleyiciler, gördüğünüz kimi gilas bulaması Alim qardaşla bir yerde yine məkanda və soruşurdunuz ki lider seçimi necə olur və hansı bizdə Alim sənə deyim ki, amma ən böyük fəsadlar nədir ki, ağacın hündürdən kəsilməsi və yan budaqların alınmaması və bağ sahibi üçün çətinlik nədir? Həm aktiv gözlərdən geri dönüş eləyə bilər və problem, yəni bağ sahibinin çəkdiyi problem odur ki, yəni arkadaş onu demək istəyirəm ki, bağ sahibinin çəkdiyi problem odur ki, forma yuxarıdan götürüləndə yan budaqlar da olmayan avtomatik geri dönüş eləyib. Bu da ən azından 2 il dala düzdür. Və onunla da götürə bilər və avtomatik kerbovkana yan budaqları doldura bilərlər bu dama ilə. Buyur, indi söz səndə. Gülbəcə ağaclar rast gələ bilər. Bəli. Daha fikirləşə qalır. Doğru. Ancaq belə bir şey var ki, Uşaqlar problem çəkir, əziyyət çəkir ki, gilas meyvə gözün dolmuyor. Zoğlanmaya gedir. O qardaş budamadan asıldı. Yaxşı, budamadan asıldı. Düz. Kəsim eləyir qardaş buradan. Sabah boyuna başına çaxanda ağac, yerində yan budaqlarında. Burada bizim artıq 4 dənə liderimiz var. Yan budaqlarında ucurma eləyir. O qəti şəkildə gilasda qadağandır. Çünki nə qədər yan budaq kəsim eləsə, o qədər zoğlamaya gedir. Bəli. Düzdür mü? Düz. Gilas ancaq lider üstündə işləməlidir. Bəli, doğru. Biz balaca vaxtdan liderdən nə tər budaq götürürsə, Bəli. o da elə. Düzdür, ya da onsuz. Elə bağ var ki, onu ucurma istəmir lider. Aha. Elə bağ var ki, ucurma istəyir. Tələb eləyən yerdə istifadə edirsən də ucurmanı. Belə bir şeylər var. Bunları fikir vermək lazımdır. Üçüncü adaptasiya üçün Alim nə qədər zoğlama götürmək olar normal qolluğu ilə? Normal harcı deyim də sana. 2 metrə çatacaq. 2 metrə həm boy. Artıq 2 metrdə biz formalaşdıra bilirik də bunu. 100%. Yəni bu partlayan gözlə artıq uşaqlar yan budağı bu vəziyyətlə doldura bilərik. Bax, iki lap kəsdim bunu. Tutalım kəsdim. Yenə şey verəcək. Avtomatik zoğlanmaya gedəcək. Zoğlama biz lider düzdür də hə. Lider seçdiyi uşaqlar 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə qol götürür. düzdür. Sonra o 5 dənə üzərində işləyəsən, başa düşdün, yavaş-yavaş. Düzdür. Yavaş ağac dolu. Düz. Bunlar o vaxta kimi bunlar da Formalaşıb meyvəyə otursun. meyvə- Meyvəyə yenə dolurdu əzizlər. Meyvələr yenə dolur. Nə qədər doldu? İkinci vegetarian dövründə Aha. ağac hardasa deyimdə budaq, elə bir ucu vurmayan budaq 15-20 sm boyuna başına çatır. Bəli. 15-20 sm meyvə gözünü doldurur, 5 ulduz. Doldurur 5 ulduzla. Ondan sonra istədiyin istiqamətdən kəsib götürə bilərsən də. Maksimum çalışdığımız çoxları məsələn ispan kolu və ya da gecbi pis qayda deyil, yaxşı